Salam uşaqlar. Bugün keçirilən OTK sınavı nizamına baxacağıq 15 günündə. Başlayalım. Birinci sualda bizə nə deyir? Linzanın optik qüvvəsinin vahidi hansıdır? Optik qüvvə D hərfi ilə işarə olunur. D bərabərdir 1 bölü F-dir. Optik qüvvənin vahidi bir dioptriyadır. Dioptriya. Bu da 1 bölü metr deməkdir. Və yaxud da metr üstü mənfi 1 də yaza bilərsiniz. Cavab olur A variantı. F burada linzanın baş fokus nöqtəsidir. Baş fokus məsafəsidir. 32. Hansı ifadələr doğrudur? Sərbəst düşən cismin potensial enerjisinin 30 Joule azaldığı müddətdə sərbəst düşən deyirsə bu, müqavimət qüvvəsi sıfırdır. Yəni FM sıfırdır. İndi müqavimət qüvvəsi sıfırdırsa tam enerji olmalıdır, saxlanmalıdır. Yəni kinetik, tam mexanik enerji nəyə bərabər? Kinetiklə potensial cəmlə. Kinetik üstəcə potensial. Bu cəm sabit qalmalıdır, konstant qalmalıdır. Bax, bu şəkildə olmalıdır. İndi potensial azalırsa, cəmin sabit qalması üçün kinetik enerji nə etməlidir? Artmalıdır. Daxil enerji dəyişməz. Çünki bu müqavimət qüvvəsi nəzərə alınmırsa, enerji ikisi olmur. Onda daxil enerji dəyişməz. A variantı səhvdir. Kinetik enerji 30 Joule artar, bəli, 30 Joule artacaqdır. Növbəti sualımız. Fəzanın müəyyən nöqtəsində elektromagnet dalğasında maqnit sahəsi induksiyası rəqsləri zamandan asılı qrafiki verilibdir. Bu nöqtədə elektrik sahəsi intensivliyinin rəqslərinin zamandan asılıq tənliyini istəyir bizdən. Bilirik ki, maqnit induksiyası ilə elektromagnet dalğalarda intensivlik arasında fazalar fərqi nəyə bərabərdir? Sıfıra bərabərdir. Bu nə deməkdir bəs? B ilə Y eyni dəyişir zamana görə. İndi maqnit induksiyası zamana görə kosinusoidlə dəyişirsə, intensivlik də zamana görə hansı qanunla dəyişməlidir? Kosinusoidlə dəyişməlidir. Onda belə yaza bilərik də. Y bərabərdir. Baxın, buradan B'yi yazarım, istəyirsiniz sonra Y'yi yazarım. B'nin tənliyini yazsam B nəyə bərabərdir? Müsbət kosinusoiddir. B, yəni induksiyanın maksimal qiyməti. Kosinus omega T'dir. Onda elektrik sahəsi intensivliyi də olacaq. Y, kosinus nə? Omega T. Cavab olacaq Y variantı. Növbəti sualımız. Kaplyar boruda qalxan mayenin hündürlüyünün borunun diametrindən asılı qrafikin çəkin deyir bizə. H bərabərdir 2 sigma bölünsün rho J R'dir. R burada kaplyar borunun radiusudur. R'in yerinə nə yaza bilərik? D bölü 2. Onda 2 qalxar yuxarı. 4 sigma bölünsün rho J D. H D ilə necə asıldı? Tərs asıldı. Cavab olur A variantı. Sxemdə verilmiş hansı elementlərdən istifadə etməklə dəyişən cəryanı düzləndirmək olar? Dəyişən cəryanı düzləndirmək üçün yarımkeçirici diod və vakum diodundan istifadə edirik. Yəni diodlardan istifadə edirik. Yarımkeçirici diod budur. İş prinsipi uşaqlar P-in keçinə əsaslanır. Dəyişən cəryanı düzləndirir. Vakum diodu da dördüncüdür. İş prinsipi termoelektron emisiya hadisəsinə əsaslanır. Dəyişən cəryanı düzləndirmək üçündür. Yarımkeçirici diod hər zaman iti ucu istiqamətlə cəryan buraxır. Yəni bu tərəfə gələn cəryan buraxır. Bu istiqamətdə gedən cəryan isə buraxmayacaqdır. Vakum diodunda isə katodu mənfiyə qoşanda anodu müsbətə cəryan keçir. Əksini qoşsaq cəryan keçmir. Ona görə bir istiqamətli keçiricidir. Cavabımız buna görə də 1 və 4 olacaqdır. B variantı olur orada. 36. Riyazi rəqqas harmonik rəqs edir. Rəqqasın uzunluğunu 4 dəfə artıranda, yəni L2 bərabərdir 4 L1-ə. Rəqslərin tezliyi necə dəyişər? J də sabitdir. Riyazi rəqqasların tezliyinin düsturunu yazsaq, 1 bölü 2 pi kökün altında J bölünsün L-dir. İndi tezlik L-lə necə asıldı? Tərs asıldı. Kök altı tərs asıldı. Mən uzunluğu 4 dəfə artırıramsa, tezlik nə edəcək? 2 dəfə azalacaq. Daha doğrusu 2 dəfə artacaqdır. Azaldırıq deyil də, düzdürmü? Yox, 4 dəfə artıranda hə, 2 dəfə azalacaq, düzdür. Çünki biz bunu 4 dəfə artırdıq, bu isə nə edəcək? 2 dəfə azalmalıdır. Cavab olacaq B variantı. Növbəti sualımız 37-ci sual. Hansı qrafik fotoelektronların maksimal kinetik enerjisinin düşən işığın dalga uzunluğundan asılığını ifadə edir? Einstein tənliyini yazsa, fotonun enerjisi nəyə bərabərdir? Açılış plus Y kinetik. Buradan foton enerjisini yaza bilərik. HC bölək yanında
bərabərdir açılış. Açılışın nə yazıram? HC bölək lambda max. Yazıda qalsın bu. Lambda max fotoeffektin qırmızı sərhəddidir. Y kinetik. İndi buradan kinetik enerjiyi tapsaq, kinetik enerji nəyə bərabərdir? HC bölək lambda çıxaq. HC bölək lambda max. Göründüyü kimi kinetik enerji lambda ilə necə asıldı? Tərs asıldı. Amma hara qədər arta bilər? Maksimum lambda maxa qədər arta bilər. Cavabımız nə olur? C variantı. Hazır qrafiklərdir bunlar. Mövzu izahında deyilir. Çevrə üzrə bərabər sürətlə hərəkət edən, buranı silək. Hərəkət edən cisim üçün hansı ifadələr doğrudur? Çevrə üzrə hərəkət edir. Bizə deyək ki, sürət və təcil vektorları eyni istiqamətdə yönəlir. Xeyr, çevrə üzrə hərəkətdə təcillə sürət bir-birinə perpendikulyar olur. Təcil çevrənin mərkəzinə doğru olur. Sürət çevrəyə toxunan istiqamətdə olur. Məsələn, saat əqrəbi istiqamətində hərəkət götürdüm mən. Təbii ki, bunun əksi də ola bilər. Saat əqrəbinin əksi də hərəkət edə bilər bu. Bunlar arasında qalan bucaq 90 dərəcə olur. Deməli, eyni istiqamətdə olur, səhvdir. Sürət və təcil vektorları perpendikulyar olur. Bəli. Elə sürətlə təcil perpendikulyar olanda cisim çevrə üzrə hərəkət edir. Ona görə cavab B variantı olur. Bax, C-yə baxsaq, sürət və təcil vektorlar əks istiqamətdə yönəlir. Xeyr. Təcil vektoru çevrənin çevrəyə çəkilmiş toxunan istiqamətdə xeyr, sürətdir. Ona görə olmaz. Sürət vektoru çevrənin mərkəzinə doğru xeyr, təcil çevrənin mərkəzinə yönəlir. Bu da olmaz. Növbəti sualımız 39-cu sualdır. Nə deyir deməli bizə? Deyir ki, düz xətlə hərəkət edən iki eyni 4 kiloqram kütləli cisim. Hər ikisi 4 kiloqram cisimdir bunların. İkisi də 4 kiloqram kütləli cisimdir. Sürətin proyeksiyasının zamandan asılı tənlişlərinə əsasən Euler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. Birinci, V1/8 plus 3T'dir. İkincidə isə -2 çıxaq 5T'dir. İndi bilirik ki, sürətin düsturu V bərabərdir V0 plus AT'dir. Baxın burada, tək duran V0 göstərir. Birincidə V0'mız neçədir? 8. Ayımız neçədir? 3'dür. İkinciyə gəlsəm, V0'mız -2, ayımız da -5'dir. Bunu qeyd edək. Nə deyir bir də bizə? Cisim bərabər yeniləşən hərəkət edir. Sürətlə təcilin işarəsi eynidirsə, yəni hər ikisi müsbət və ya hər ikisi mənfidirsə, bu yeniləşən hərəkət olur. Onda 1 və 2, hər ikisi yeniləşən hərəkətdir. Bax, birincidə hər ikisi müsbətdir, ikincidə isə ikisi də mənfidir. Deməli, bunlar yeniləşən hərəkətdir. Sadəcə olaraq birinci x-ox istiqamətində yeniləşən olur, ikinci x-oxun əksinə. Bunu hardan bilirik? Sürətin işarəsindən. Sürət müsbətsə x-ox istiqamətində, sürət mənfidirsə x-oxun əksinə olur. Deməli, bir orta olacaq. Cisim x-ox istiqamətində hərəkət edir, birinci dedik. Onda 2 gələcək 1-ə. Cisim x-oxun əksinə hərəkət edir, bu da gələcək 2-yə. Cisimə təsir edən əvəzləyici qüvvənin modulu 12 Newtondur. Qüvvə F əvəzləyici bərabər nəyə? M-aya. İndi mən birinci üçün yazsam, F1 bərabərdir M burasın aya. Ayım neçədir? Birincidə 3. M-im neçədir? 4'dür. 4 vuraq 3. Oldu 12. İkinciyə təsir edən əvəzləyici qüvvəni tapsam, yenə M-a. M-imiz 4, ayımız neçədir? -5. -5. Bu da olacaq -20 Newton. Cismə təsir edən əvəzləyici qüvvənin modulu 12 Newtondur. 12 hansında oldu? Birincidə. Deməli, bu neçədir? 4. 4 gələcək 2-yə. 1-ə daha doğrusu. Cismə təsir edən əvəzləyici qüvvənin modulu 20 Newtondur. -20 tapmadım. Modul deyir də. Modul nədir? Müsbət olmalı danışaq. O da gəlir 2-ciyə. 5-də bura gəldi. Cismə təsir edən əvəzləyici qüvvə sürət istiqamətinə yönəlir. Yeniləşən hərəkətdə əvəzləyici qüvvə ilə sürət eyni istiqamətdə olur. Bax, sürətlə əvəzləyici qüvvə eyni istiqamətdə. Yavaşlayanda isə əks istiqamətdə olur. Hər ikisi yeniləşən olduğuna görə 6-da ortaq olacaq. Deməli, 2, 4, 3, 5, 1, 6. Cavab olur A variantı. 40-cı sual. Hansı ifadə doğrudur? Üfüqi dielektrik müstəvi səth üzərində yüklü kürələr sükunətdədir. Yəni ki, nələr? Kürə qoymuşuq, bunlar sükunətdə durur. Kübür yükünə təsir edən, bax bizə kübrə təsir edəndən söhbət gedir. Yəni biz variantlarda kübür üçün olanları seçəcəyik. Yaxşı, ilk öncə nə edəyək?
Bu çökü köbürü nə edir? Bu istiqamətdə tələyir. Buna bir F2 bir deyil. Təbii ki, köbür də kökünü bu istiqamətdə tələyir. F1 2 qüvvəsilə. Aha, nə deyir bizə indi? Sükunətdədir deyir. Sükunətdədirsə, onda buna bir qüvvə təsir eləməlidir. Bax, kökü bunu sola doğru tələyirsə, bu durubsa, sükunət sürtünmə qüvvəsi hər zaman o qüvvənin əksinə olur da, daxil qüvvəsi. İndi burada kökü tələyir. Onda sükunət sürtünmə qüvvəsi də bu istiqamətdə olmalıdır. Birinciyə təsir edən də söhbət gedir. İkinciyə də təsir edən göstərsəm, təbii ki, o da bu istiqamətdə olacaq da. Sükunət 2. Bu da 1-dir. Ağırlıq qüvvəsi sola yönəlir. Ağırlıq qüvvəsi hər zaman yerin mərkəzinə doğru olur. Yəni, buna təsir edən ağırlıq qüvvəsini göstərsəm, yerin mərkəzinə doğru. Deməli, bu səhvdir. Əvəzləyici qüvvə sola yönəlir. Uşaqlar, bunlar sükunətdədirsə, əvəzləyici qüvvə 0-dır. Düzdür, bizə burada köbür yükünə təsir edilir. Yüklü külələr, hər ikisi də. Əvəzləyici qüvvə 0-dır. Reaksiya qüvvəsi aşağı yönəlir. Biz yüklü cisim bura qoymuşuqsa, bu öz, belə deyək də, kütləsi var da, bir M kütləyə malikdir. Və öz ağırlığı ilə səthi sıxır. Onda səth də buna nə eləməlidir? Bir reaksiya verməlidir. Reaksiya qüvvəsi yuxarıdır. Deməli, aşağı yönəlir, olmaz. Bu da olmazdır. Klon qüvvəsi sağa yönəlir. Birinciyə təsir edən klon qüvvəsi budur. Hansı istiqamətdə yönəlir? Sola doğru. Olmaz. Sükunət sürtünmə qüvvəsi sağa yönəlir. Birinciyə təsir edən sükunət sürtünmə qüvvəsi sağa doğru uşaqlar. Deməli, cavab Y variantıdır. 41-ci sual. İnduksiya xəttlərində perpendikulyar istiqamətdən bir cins maqnit sahəsinə daxil olan zərrəcin hərəkət trayektoriyası göstərilmişdir. Trayektoriyaya hansı zərrəcik uyğundur? Bax, burada oxu qoyublar, belə qoyublar. Aha, yəni perpendikulyar daxilində çevrə üzrə hərəkət edir və saat əqrəbin əksinə fırlanıbdır. İndi biz burada Lorentz qüvvəsini tapmalıyıq. Lorentz qüvvəsinin istiqamətini hansı əllə təmin edirdik? Sol əllə təbii ki. Sol əlimizi elə tutmalıyıq ki, induksiya sol əlin ovucuna daxil olsun. Sol əlimizin içinə daxil olmalıdır. Nöqtə nə deməkdir? Şəkildən bizə, onda belə tutmalıyam. 4 barmaq surəti göstərir, bu da belə olur. Aşağıya doğru olur. İndi fikir verin, mən burada aşağı doğru göstərdim, bu saat əqrəbi istiqamətində fırlanır. Amma saat əqrəbin əksinə fırlanır. Deməli, bu zərrəcin yükü mənfiymiş ki, biz əlimizi çevirmişik. Və Lorentz qüvvəsi olub yuxarıya doğru. Bax, bu şəkildə olubdur. Və bu saat əqrəbin əksinə fırlanır. Deməli, bu yüklü zərrəcik mənfidir. Lorentz qüvvəsi hər zaman çevrənin mərkəzinə olmalıdır. Məsələn, burada surət belədirsə, surətdən doğrusu, Lorentz qüvvəsi çevrənin mərkəzinə doğru olmalıdır. Bax, bu şəkildə tutmalıyıq. Aydın oldu mu? Normalda belə tutmalıyıq, aşağı olmalıyıq. Mənfi olduğunca tərsinə götürürük. Ona görə bu yüklü zərrəcik mənfidir. Yəni, buradakı yüklü zərrəcik mənfidir. Proton olmaz, elektron olar. Neytron yüksüz zərrəcikdir, ona qüvvə təsir eləməz. Alfa zərrəci də müsbət yüklüdür, buna da təsir eləməz. Bir dənə olacaq, onda 2. D variantı. Növbəti sualımıza baxalım. Kondensatorun bir köynəyin yükü 8 nanoklondur. Onun digər köynəyin yükü nəyə bərabərdir? Kondensatorun köynəkləri yadınızda qalsın ki, ədədi qiymətcə eyni, işarəcə əks yüklənir. Yəni, biri müsbət yüklənsə, digəri mənfi yüklənməlidir. Və bunların ədədi qiyməti bərabər olmalıdır. Burada bu mənfi 8 nanoklon olmalıdır. Cavab olacaq D variantı. 43-cü sual. Hansı cihazların vasitəsilə yayın sərtliyini müəyyən etmək olar? Elastiklik qüvvəsinə baxsaq, F elastiklik bərabərdir Kx-dir. Buradan mən X, K deyirlər bizə. Hə. Sərtliyi müəyyən etmək olar. Onda K'yı tapsam buradan, K bərabərdir, F elastiklik bölünsün, X yazacaq. X mütləq uzanmadır, F də nədir? Elastiklik qüvvəsidir. Dinamometr və xatkeşin köməyi ilə təyin edə bilər. Baxıram, manometr yox, olmaz, xatkeş olar, spidometr olmaz, tərəzi, aerometr. Hə, indi burada aerometr də olmaz, tərəzi olacaq. Niyə tərəzi götürə bilirəm mən burada? Bu düsturu belə yazmaq olar da, mg bölü x kimi yaza bilərəm. Bax, belə bir yay düşünün. Bu yaydan bir m kütləli yük açmışam təsəvvürlər. Buna aşağı doğru da artan hansı qüvvədir? Mg qüvvəsidir da, mg ağırlıq qüvvəsi. Elastiklik qüvvəsi də yuxarı olacaq. Yayı aşağıda artırırsa, elastiklik qüvvəsi yuxarı olmalıdır.
Və buradakı elastiklik qüvvəsi mg-yə bərabər olur. Yəni yaydan yük asılanda elastiklik qüvvəsi hər zaman mg-yə bərabərdir. Ona görə biz indi buradan sərtliyi təyin etmək üçün nəyi bilməliyəm? Kütlələri bilməliyəm. Bir də mütləq uzanmanı bilməliyəm da. Onda mütləq uzanmanı xətt keşinə ölçdüm. Kütləni nə ilə? Tərəzi ilə. Cavab oldu 2 və 4. Cavab olacaq Y variantı. Başqa? Bu tərəfə də baxalım. 44. Sükunət vəziyyətində düz xətli bərabər təcillə hərəkət edən cismin surətinin proyeksiyası hansı ifadələ təyin olunur? Sükunət vəziyyət deyirsə V0 0-dır. İndi bizə surət lazımdır. Vx bərabərdir V0 plus AT deyil. V0 0-dırsa olacaq nə? AX T olacaq. Bir düsturumuz budur. Bir də düstur budur uşaqlar. V bərabər kökatda V0 kvadratı plus 2AX-dir. Buradan V0-ımızı 0 qoysaq, olacaq nə? 2AS. Bax, belə bir düstur alır. İndi baxalım, proyeksiyadır. Bura indeksinə X atacaq. Birinci olmaz. Bu da olmaz. Bu yer dəyişmədir. AX-dir. C variantı güzel. Doyan su buxarın kütləsinin həcmindən asılı qrafiki verilmişdir. AB keçid zaman doyan buxarın temperaturu və sıxlığı necə dəyişər? Yəni onu soruşur. İndi fikir verin, burada həcm getdikcə nə edir? Artır. Doyan buxardır. Ümumiyyətcə biz doyan buxara baxanda iki dənə prosesdə baxırıq. Ya izoxor prosesə baxırıq, ya da izotermikə. İndi burada izoxor deyilsə, onda izotermikdir da bu proses. Yəni ya temperatur sabit saxlayıb həcm artırır, ya da həcmi sabit saxlayıb temperatur artırır. İndi burada həcm artırsa, deməli izotermik prosesdir bu. Temperatur sabitdir. İzotermik nədir? Genişlənmədir. İzotermik genişlənmədə buxarın kütləsi artır. Çünki biz o qabı yerinə artırırıq, maye başlayır buxarlanmağa. Mayenin kütləsi azalır, buxarın kütləsi artır. Yəni maye nəyə çevrilir? Buxara çevrilir. Aha, buxarın kütləsi artdı. Temperatur isə sabitdir. Yadınızda qalsın ki, izotermik prosesdə P, Rho, M dəyişmir, konstant qalır. Bunun səbəbi nədir? Rho bərabərdir M bölək V deyil, M buxar bölək V. Buxarın kütləsi də artır, V də artır. Kəsirin sürət və məxrəcə eyni dəfə artıq azalsa, qiymət dəyişməz. Ona görə temperatur dəyişməz, Rho dəyişməz. Cavab olur A variantı. 46-cı sual. Bir ucu dayaq üzərində olan çəkisiz çubuğun ortasından 400 qram yük asılmışdır. Bax, çəkisiz çubuq deyilir. Yəni bu çubuğun kütləsini nəzərə almırıq uşaqlar. Buradan 400 qramlıq yük asmışıq. Mg ağırlıq qüvvəsinə dartır aşağı. Bu Mg bunu hayına fırlamaya çalışır. Saat əqrəbini əksinə fırlatmaya çalışır. Bəs indi yayı aşağı doğru dartıramsa elastiklik qüvvəsi olmalıdır. O da yuxarı olmalıdır. Elastiklik qüvvəsi də yuxarıdır. Bəs elastiklik qüvvəsi ilə fırlamaya çalışır, saat əqrəbi istiqamətdə. Bu tarazlıqdadırsa, qüvvə momentləri bərabər olmalıdır. Yəni, saat əqrəbin əksinə fırladan qüvvə momenti ilə saat əqrəbin istiqamətinə fırladan qüvvə momenti bərabər olmalıdır. Onda belə yaza bilərəm da. F elastiklik vuraq onun qolu. Neçəli qolu? 1, 2, 3, 4, 5, 6. Vuraq 6. Bərabərdir. Mg vurulsun onun qolu. Mg vuraq, onun qolu neçədir? Bəs dayaqdan götürsün. 1, 2, 3 olur bu da. Vurulsun 3. Buradan bizdən nəyi soruşur deməli? Elastiklik qüvvəsini. F elastikliyi tapsam olacaq. Nə uşaqlar? 3 mg bölünsün 6. 3 vurulsun. M'imiz 400 qramdır. Yəni 0,4 vurulsun 10 bölünsün 6. Buradan belə eləyəyin, ixtisarlarımızı eləyəyin. 3'ü 0,4'e vuranda 1,2, 10'a vuranda 12. 12'yi də elə 6'ya vuranda 2. Elastiklik qüvvəsi 2 Newton olacaq. B variantı. Növbəti sualımız. K açarını açdıqda sabit cəryan dövrəsinə qoşulmuş ampermetrin göstərişi necə dəyişər? Baxın, ampermetrin göstərişi I bərabərdir, U bölünsün R'dir. Bu birinci arzusudur. Bax, buradan keçən cəryan ölçür ampermetr. Və paralel birləşdirsə gərginlik sabitdir. İndi mən K açarını açanda, bu ikinci halda yenə U bölək R olur da. Bax, müqavimət dəyişmir, U da dəyişmir. Dəyişən heç nə olur. Onda ampermetrin göstərişi dəyişməz. Yəni burada nəyə fikir verməlisin? Ampermetri hara qoşublar? İndi ola bilsin ki, ampermetri burada qoşaydılar bunlar. Məsələn, burada bax, tutaq ki, A1 ampermetri deyirəm buna. İndi
A1 ampermetri, əgər ampermetr burada qoşulsaydı, burada dəyişəcək tamamilə işlər. Niyə? Səbəb nədir? K açarı bağlı olanda mən A1 üçün yazıram da. I bərabərdir, K açarı bağlıdır. U bölünsün R'dir, bəli. Bu ampermetr hər ikisindən keçən ölçü. Onda bura necə birləşir? Paralel deyil. Paraleldə müqavimət nə olur? R bölü 2. Yazıram. R bölünsün 2. 2 ilə qalxır yuxarı 2U. İndi K açarını açanda, da buradan cəryan keçmir da. Buradan cəryan keçmir. K açarı açanda. Burada isə ikinci halda, yenə bax, bu A1 üçün danışıram, ha. Bu üçün danışmıram. Bunu qoydum kənara. U bölünsün R olacaq. Bu 2 dəfə azalardı. Amma biz buradakı ampermetrə baxanda, bu yalnız buradan keçən cəryan ölçür. Yəni bunun heç bir önəmi qalmır burada. Bu ampermetrin onsuz da bunu ölçür. Yəni K açarını açsan da, bağlasan da dəyişən bir şey olmur. O belə yer olur. Deməli buradakı ampermetrin göstərişi dəyişməz. Amma ampermetr buradan qoşsaydılar dəyişərdi. Növbəti sualımız. Hidrogen atomunun enerji səviyyələrinin diaqramı təsvir edilmişdir. İkinci enerji səviyyəsində olan hidrogen atomunun iyonlaşma enerjisi nəyə bərabərdir? İyonlaşma enerjisi elə hansı enerji səviyyəsindədirsə, həmin enerji səviyyəsinin ədədi qiymətinə bərabərdir. Yəni iyonlaşma enerjisi birisi nə deməkdir? Atomu iyonlaşdırmaq üçün verilən enerji, yəni iyonlaşma enerjisi deyəndə onun enerjisini sıfıra gətirməkdir. İndi ikinci enerji səviyyəsində olan atomun enerjisi nə qədərdir? -3,4 deyil. İndi mən buna nə qədər enerji verməliyəm ki, bunun enerjisi sıfır olsun? Təbii ki, 3,4 elektron volt enerji verməliyəm ki, sıfır olsun da. Məsələn, desəydi, üçüncü enerji səviyyəsində 1,51 götürərdik. Yəni, iyonlaşma enerjisini tapanda həmin o səviyyənin enerjisinə bərabərdir. İkinci enerji səviyyəsində olduğuna görə iyonlaşma enerjisi bərabər nəyə? Modulda Y2-yə. Yəni, -3,4 modulda o da 3,4 elektron volt. Cavab olur Y variantı. Düz xətli hərəkət edən cisimə təsir edən qüvvələrin əvəzləyicisini hərəkətin əksinə yönəlmişdir. Yəni, cisimimiz düz xətli hərəkət edir, bu istiqamətdə gedir. Və buna təsir edən əvəzləyici qüvvə də hərəkətin əksinə yönəlir. Əvəzləyici qüvvə bu istiqamətdədir. Əvəzləyici qüvvə ilə təcil həmişə eyni istiqamətdə olur. Təcil də onda hərəkətin əksinə yönəlir. İndi sadəcə olaraq mən bunu elə belə götürdüm, ha, şərti qəbul edim. Ola bilər ki, cisim sola getsin, əvəzləyici qüvvə sağ olsun. Misal üçün. Onda əvəzləyici qüvvə ilə surət əks istiqamətlidirsə, cisim necə hərəkət edəcək? Yavaşlayan hərəkət edəcək. Yavaşlayan hərəkətdə də surətin zamanı asılı qrafiki B variantında olur ki, olur. Yəni, qrafik teoxuna yaxınlaşmalı. Burada bir sualımız da var? Yox. 50-ci sual. Nə deyir bizə? Ağ işıq şüası şüşə prizmadan keçdikdə onun ayrıldığı rənglərin şüalarından ən kiçik tezlikdən başlayaraq. Bax, bu çox önəmli cümlədir burada. İlk 5-i göstərilmişdir. Hansı şüa mavi ola bilər? Ağ işıq bilirik ki, 7 rəngdən ibarətdir. Qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy, bənövşəyi. Və bunların içində ən kiçik tezliyə malik olan qırmızıdır. Yəni, yuxarıdan aşağı getdikcə tezlik neyin edirdi? Artırdı. Dalga uzunluğu azalırdı. İndi bizə deyir ki, ən kiçik tezlikdən başlayaraq. Onda bu bir qırmızıdır. Sonra narıncı, sarı, yaşıl, bu da mavidir. Bizdən nəyə soruşur? Mavi olan hansıdır? 5'dir. Qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy bənövşəlikdə bu ardıcılığına gəlir. Ona görə cavab olur, bu 5 deyil ki, A variantı. 51. Ərimə temperaturunda olan 50 qram misi əritmək üçün nə qədər istilik miqdarı sərf olunur? Ərimə istiliyi Q bərabərdir, lambda vurulsun M-dir. Lambda xüsusi ərimə istiliyidir. Lambdamız neçədir? 1,8 qram 10^5'dir. Vurulsun M-imiz neçədir? 50 qram. 50 qram 0,5'dir. İndi buradan 10^5'dən 2 dənə onluq götürürəm, verirəm bura. Yəni 10^2'yə vururam 0,5'ə, o olacaq 5. Olacaq onda 1,8 vurulsun 10^3 vurulsun, ikisini verdik burada 5. 1,8'i 5'ə vuran eləyər. Deməli 9 vuran 10^3 olur. Bu da nədir? 9 kilojoule deməkdir. Cavab olacaq 9 kilojoule. B variantı. Sual. 52-ci sual. Nə deyir deməli? Süni pech yer ətrafında dairəvi orbit boyunca hərəkət edir. Pech başqa orbitə keçəndə mərkəzi qaçma təcili 16 dəfə artarsa onun surəti.
Baxın, ilk öncə nəyə fikir verməliyik? Bu bizim yer planetidir. Bu yerdir. Belə düşünün. Və suni peşdə burada fırlanır. Bax, bu şəkildə fırlanır. Kosmik sürət, belə deyək, kosmik sürətlə. Cisim burada fırlanır. Təbii ki, bunun sürəti nədir? Birinci kosmik sürətdir. Və bunu mərkəzə doğru dartan ağırlıq qüvvəsidir. F ağırlıqdır. Belə hesab edelim. Əvəzləyici qüvvə burada F ağırlığa bərabərdir. Gəl, belə yazalım. F ağırlıq. Buradan əvəzləyici yenə M-a qoyuram. O da bərabərdir MG-yə. M-lər gedir, A bərabər olur J-yə. Çevre hərəkət edirlər. Burada onda elə mərkəzə yönələn təcil hansıdır? J təcilidir. İndi bizə deyir ki, təcil 16 dəfə artır. Bəs təcilin 16 dəfə artması üçün bu kosmik gəmimiz yerə yaxınlaşmalıdır, yoxsa uzaqlaşmalıdır? Onu tapmaq lazımdır. G-nin düsturunu bilirik ki, G M bölünsün R kvadratıdır. İndi bunun 16 dəfə artması üçün V nə etməlidir? 4 dəfə azalmalıdır. Deməli, buradan bura qədər olan məsafəyə bir R desəm, bax, bura qədər R desəm, onda bu yaxınlaşmalıdır da. İkinci halda, bax, belə hərəkət eləməlidir. 4 dəfə azalmalıdır. Bu məsafə neçə olacaq onda? R bölək 4. Yəni, radius 4 dəfə azaldır. Bəs sürət necə dəyişər? Kosmik sürətin düsturu. Burada da bu hərəkət eləyəndə kosmik sürətlə hərəkət edir. Bax, şeydir burada. Bu da kosmik sürət. Sadəcə qiymətlər dəyişir da. V bərabərdir. Kökün altında G M bölək R kvadratıdır da. İndi R neçə dəfə azaldı? 4 dəfə azaldı mı? R kvadratı yox, daha doğrusu R'dir. R kvadratını silək buradan. Bu düsturun çıxarışı da M-anı bərabər edirsiniz, ağırlıq qüvvəsini oradan gəlir. R. İndi bu R 4 dəfə azaldı. Bu 4 dəfə azalırsa sürət nə etməlidir? 2 dəfə artmalıdır da. Həqiqətən də belə olmalıdır da. Cisim planetə doğru yaxınlaşırsa, planet onu daha böyük qüvvə ilə cəzb edir. Onda o sürətini artırmalıdır ki, ağırlıq belə deyək də çevre hərəkət edə bilsin də. Çünki bunu buradan mərkəzdən qaçma qüvvəsi təsirli, ətələt qüvvəsi deyirik. Buna MA. Ağırlıq qüvvəsi MA bir-birinə bərabər olunca başqa bir çevre üzrə hərəkət edir. Deməli, təcil 16 dəfə artdığına görə məsafə, bu R-miz 4 dəfə azaldı. R 4 dəfə azaldı, sürət isə 2 dəfə nə etməlidir? Artmalıdır. Çünki R-lə kök altı nədir? Tərs asılıdır. Növbəti sualımız 53-cü sualdır. Siləyim. Aha. 53-də nə deyirsə? Kütləsi 40 qram olan cisim 25 metr hündürlükdən sərbəst düşür. Sərbəst düşür, baxın. Sərbəst düşür. Düşmə müddətində ağırlıq qüvvəsinin işi neçə jouldur? Bu bizim cisimdir. Kütləsi 40 qramdır, yəni 0,4 kiloqramdır. 25 metr hündürlükdən düşür. H bərabərdir 25. Buradan düşür. Gəlir yerə. Bax, bura gəlir. Başlanğıc hündürlük 25, sonraki hündürlük də 0 oldu da. Ağırlıq qüvvəsinin gördüyü iş əks işarə ilə potensial enerjinin dəyişməsinə bərabər. Mənfi delta Y potensial. Təbii ki, mən bunu yazsam, belə yaza bilərəm bunu da. Mənfi Y potensial 2 çıxılsın nə? Y potensial 1. Buradan mənfi içəri versəm, olacaq A bərabərdir Y potensial 1 çıxılsın nə? Y potensial 2. Və bu da bərabərdir. Onda MG H1 çıxar H2. H2 hündürlüyü nədir? 0-dır, getdiklə. Yerinə qoysaq onda A bərabərdir. M-miz 0,4. Vırılsın 10. Vırılsın H1-imiz neçədir? 25. Bunları da bir-birinə vursaq, deməli 0,4, onu 25-ə vursaq 10 joule. Ağırlıq qüvvəsinin işi 10 joule olacaqdır. 10 joule. Növbəti sualımız 54-cü sual. İpdən asılmış 2 kiloqram kütləli, bax 2 kiloqram kütləli cisimimiz var burada. 2 kiloqramdır. Maye daxilində tarazlıqdadır. İpdə yaranan gərilmə qüvvəsi də 12 Newton varsa, cisimə təsir edən Arximed qüvvəsi neçə Newtondur? Arximed soruşur.
İlk öncə gəlin qüvvələri göstərək. Ağırlıq qüvvəsi aşağıdır. mg. Yəni neçə newtondur? 2 deyil. 2 vuracam ona olacaq 20. Gərilmə qüvvəsi yuxarı olmalıdır. Cisim aşağılıqda artırırsa T-dir. T də olacaq 12 newton. Arximet hər zaman yuxarıdır. Arximet qüvvəsini göstərsə, o da yuxarıdır. Maye və qazlara batırılan cisimə maye və qazlar tərəfindən yuxarı doğru bir qüvvə təsir edir. O da Arximet qüvvəsidir. Həmişə Arximet yuxarı olacaq. Yaxşı. İndi bu tarazlıqdadsa aşağı təsir edən qüvvə ilə yuxarı təsir edən qüvvələr bərabər olmalıdır. Ondan nə yazacağam? F plus T bərabərdir mg. Buradan da alıram ki, F Arximet bərabərdir mg'miz 20, çıxılsın T. T-də neçədir? 12. Oldu 8 newton. Arximet qüvvəsi 8 newton. 55-ci sual. Aktiv müqaviməti 50 ohm olan dəyişən cəryanla bağlı bir sualdır. R bərabərdir 50-dir. Olan naqildən cəryan şiddəti I bərabər 0.8 sinus 100 T qanunundan dəyişir. Burada IM-miz 0.8-dir, omegamız 100-dür. 20 saniyə ərzində T-miz 20-dir. Ayrılan istilik miqdarı tapın. Baxın, dəyişən cəryan dövrələrində ayrılan istilik miqdarı o Joule qanunu var, I kvadratı RT. Ondan 2 dəfə az olur. Onun da səbəbi təsirci qiymətə görə. Yazırıq onda IM-in kvadratı RT bölü 2. Bunu 2'ye bölündə mütləq buraya IM yazmalısınız. Niyə mən bundan yazdım? Çünki əlimdə I var, bir də R var da U kvadratını getmirəm. IM-imiz neçədir? 0.8. 0.8'in kvadratı, yəni 0.8 vuraq 0.8, vuraq R-imiz 50, burasının T-imiz də 20. Bölünsün 2. İndi buranı biraz sadələşdirəyim, bax belə eləyək də. Bu 50'dir. 50'dir. Burası. Buradan bu 50'nin yandaşı bir 0 verəcəm bura. Olacaq 8. Bu 20 yandaşı 0 da verəcəm bura yenə 8. 0.8'ləri atmaq üçün tamdan azad edeyim. Vurulsun 5, vurulsun 2, bölünsün 2. Bu 2'ləri də buradan atarıq. Deməli 5 8 oranda 40, 40'ı da 8 oranda 320 joule. 320 joule istilik miqdarı ayrılır. 56-cı sual. Hansı ifadələr doğrudur? Müsbət yüklü çubuğu yüksüz metal küləyə toxundurduqda. Yəni, belə düşünün. Mənim bir dənə yüksüz, belə bir metal külə var. Və burada müsbət yüklü bir çubuğumuz var. Müsbət yüklənir bu çubuğumuz. Yəni, müsbətlərin sayı daha çoxdur, belə düşünün. İndi bunu gətirirəm, toxundururam neytral küləyə. Bunu bura toxunduranda nə baş verəcək? Külə neytraldır da. Bu isə müsbətdir. İndi belə olacaq da, onunla. Bu külədən bura mənfilər keçəcək. Mənfilər keçəcək çubuğa. Onda külə necə yüklənəcək? Müsbət yüklənəcək də. Neytral idi, özünə elektrondan verirsə müsbət yüklənəcək. Külə mənfi yüklənər? Xeyr, külə mənfi yüklənməz. Külədən çubuğa elektron keçər? Bəli, keçəcəkdir. Çubuqdan küləyə elektron keçər? Xeyr, çubuqdan küləyə elektron keçməz. Bu da səhvdir. Çubuq mənfi yüklənər? Xeyr, çubuq mənfi yüklənməz uşaqlar. Külə və çubuq yükləri cəbri cəmi dəyişmir. Bəli, dəyişməyəcək. Çünki yükün saxlanma qanununa görə bu cəbri cəm normaldır, sabit qalmalıdır. 5 dönəcək. Deməli, cavab olur 2 və 5. Bu şəkildə olacaq. Növbəti sualımız 57-ci sual. Uyğunluğu müəyyən edin. Verilmiş kütləli ideal qazın həcminin mütləq temperaturdan asılı qrafiki göstərilmişdir. Yəni, belə bir qrafikimiz var, 3 hissəli qrafik. A, B. Hansı prosesdir bu? İzobar prosesdir. Həm V artır, həm də temperatur artır. Onda izobar P konstantıdır. İzobar nədir? Qızma və ya genişlənmədir. Belə deyirlər. İndi BS-yə baxsam, BS izoxordur, V konstantdır. İzoxor prosesdə temperatur artır. İzoxor qızmadır. CD isə izotermikdir. C-dən deyək, izotermikdir. Temperatur sabitdir. İzotermik sıxılmalıdır, həcmini azalır. Aha. Baxın indi. Burada mən P-ni göstərmək istəyirəm. Burada P sabitdir. Burada ikinci prosesdə V konstantdır. T artırsa P də artmalıdır. Çünki səbəb nədir? İdeal qazın hal tənliyi PV bərabər nü R T-dir da. İzoxor prosesdə P ilə T düz asıldır. İndi bura baxsaq, CD hissəsinə baxsam, temperatur sabitdir, V azalır. İzotermik prosesdə P ilə V necə asıldı? Tərs asıldı. Onda P burada necə artacaq. Bundan qalsın, lazım olacaq bizə yəqin ki.
Qazın təzyiqi azalır. Qazın təzyiqinin azaldığı hal yoxdur. Birincidə sabitdir, AB-də, BC-də artacaqdır, CD-də də artır. Deməli, bu A olmaz. Qazın sıxlığı dəyişmir, izoxor prosesdə dəyişmir. İzoxorda həcm, sıxlıq, konsentrasiya sabit qalır. Deməli, bu BC-yə gələcək. B gəlir 2-yə. Qaz izobar genişlənir. O da AB-dir də, izobar qızma və genişlənmə dedik. Genişlənir, onda C gəlir 1-ə. Qazın izotermik sıxılır. Baxaq, izotermik CD hissəsidir, sıxılır, bax, CD-dir. Bu da gələcək, hara, deməli, 3-ə. Qaz izoxor qızır, izoxor haradadır, BC-dədir və qızır, temperatur artır. Bu da gəlir, yenə 2-yə. Deməli, 1-ə C, 2-yə B-yə, 3-ə də D. Növbəti sualımız, reostatdan keçən cəryan şiddətinin gərginlikdən asılı qrafiki verir. B və C hallarına uyğun müqavimətin qiymətini nəzərə almaqla, B və C hallarına uyğun müqavimətin qiymətini nəzərə almaqla, cəryan şiddətinin müqavimətdən asılı qrafikini qurur. Yəni, bizə bunu veriblər və bizdən soruşurlar ki, inin U-dan asılı qrafikini qurur. Amma B və C-dəki müqavimətləri nəzərə almalıyam. Gəlin ilk öncə bu qrafikdə B və C nöqtələrində müqaviməti tapaq. Məsələn, mən belə deyək də, 10 qanunun üstünü yazan sonra I bərabərdir U bölü R-dir. R nəyə bərabərdir? U bölünsün I-dir. Bunu bildik. İndi RB üçün yazsam nə yazaram? Neçədir bura uyğun? 4U deyil, 4U0. Bölünsün neçədir? I 4I0'dir. Bax, bu oldu U0 bölək I0. Gəlin buna bir dənə R deyək. Bəs yaxşı, RC üçün yazsam necə yazaram? Buna silək. RC üçün də yazsam, yazaram ki, C nöqtəsi üçün, RC bərabərdir. C nöqtəsinə uyğun gərginlik neçədir? 4U0'dır. Bölünsün neçə uşaqlar? I0. Bu da olacaq 4U0 bölək I0. İndi U bölünsün I-yə biz R demişiksə, 4U bölək I-yə nə deyərik? 4R deyərik də. 4R. C nöqtəsində də bu. Qrafikimizi qurmaq istəsək, İnin U-dan asılı qrafikin veriblər. I bərabərdir U bölək R-dir. Baxın, adam B-yə həm U artır, həm də I artır. Düz asıldır. I 4 dəfə artanda U da 4 dəfə artır. Onda müqavimət burada dəyişməyib da. Mən bura A nöqtəsini yazarım. Bax, adam B-yə. Bura A-dır, bura da B-dir. Belə yazıram. Ah. İnin R-dən asılını qururuq. Hə. İnin R-dən bax bu. İnin R-dəndir. İndi adam B-yə gələndə dedik, R nədir? Dəyişməyəcək. Amma I neçə dəfə artıb? 4 dəfə artıb. Belə olmalıdır. Bura I0'dır. Bura nə olacaq? 4I0. Bura isə nədir? Uyğun neçə tapdıq? R tapdıq. R deyirəm burada. Sonra B-dən C-yə gəlirəm. B-dən C-yə gələndə U sabitdir. U sabitdir. Amma müqavimət nə edib? Müqavimət 4 dəfə artıb. İndi U sabit müqavimət 4 dəfə artırsa, cəryan şiddət 4 dəfə nə etməlidir? Azalmalıdır. Bunu qrafik belə olmalıdır. Bax, bura neçədir? 4'dür da. C nöqtəsində 4 tapmışım da. 4'dir. Bu da B-dən C-yə. İndi C-dən A'ya baxıram. I sabitdir. U 4 dəfə azalır. Bəs müqavimət necə dəyişəcək? U bərabərdir. I-R deyil. I-R. I sabitdir. R nəyə bərabərdir dedi? R bərabərdir U bölək I oldu da. İndi burada U sabit, U yox daha doğrusu, I sabitsə, U 4 dəfə azalırsa, R də 4 dəfə azalmalıdır. Onda qrafikimiz, baxın, B olacaq. Bu şəkildə bir qrafik olacaq. Ha, burada göstəriblər elə. Bunun üstünə qura bilərik də. Burada belə, eyni qrafik quracam. Sonra burada bu şəkildə olmalıydı. Bura A, bura B, bura C, burada da belə olmalı. Qrafikimiz bu şəkildə. Tardım. Növbəti sualımız 59-cu sual. Şagird dinamometrə bağlanmış, çəkisi 20 Newton olan yükü mail müstəvi boyunca bərabər sürətlə qaldırmışdır. Bu zaman dinamometrin göstərişi 16 Newton olmuşdur. Dinamometrin göstərişinin yükün çəkisindən kiçik olmasının səbəbini izah edək. Fikir versəz burada, şagird bunu mail müstəvi üzərində qaldırır. Mail müstəvi üzərində bu dinamometrə bağlanıbsa, bunu aşağı doğru nə də artır? P burası sinüs alfa, yəni MC sinüs alfadır.
Belədir. Onda dinometrin göstərişi f nəyə bərabər olmalıdır? P vurulsun sinus alfaya bərabər olmalıdır. Bəs mən burada, bura alfa bıçaqlayım da. F bərabər nə yaza bilərəm? P vurulsun sinus alfa yerinə h bölək nə yazacağım? S yazacağım. Yəni hündürlük bölünsün, qarşı katet bölünsün, hipotenuzda uzunluq. Bunu yazırıq. Və buradan da bilirik ki, h belə deyək də, kiçikdir s-dən. H s-dən kiçikdirsə, h bölək s birdən kiçik olmalıdır. Bunu qeyd edirik və yazırıq ki, ora, deməli, şagird müəllim müstəvi üzərində bu yükü qaldıran zaman onun göstərişinin, dinometrin göstərişinin yükün çəkisindən kiçik olmasının səbəbi müəllim müstəvinin qüvvədə qazancıdır. Müəllim müstəvinin qüvvədə qazancı k bərabər nəyə? S bölək h deyil. S bölək h qədər nə olur? Kiçik olur. Bu düsturda yaza bilərsiniz oraya. Heç bir problem yoxdur. Əslində biz buradan h bölək s-i də tapa bilərik. Heç bir problem yoxdur. Bura 16 yazıb, bura 20 yazsam, h bölək s neçə olacaq burada? Bax, siz yazalım. 16 bərabərdir 20 vurulsun, h bölünsün s. Buradan da h bölək s bərabərdir 16 bölək 20. Hər ikisinin yazalım 16 bölək 20. Hər ikisini gəlin 4-ə təsəllərim. 5-də neçə olacaq? 4. 0,8 olur. 0,8 qədər nə oldu? Az olmalıydı. Bəs s bölək h nəyə verər bizə? Bu 10-8-dir də, belə yazırıq, dursun burada. Elə bu şəkildə qalsın. H bölək s 5-də 4-isə, s bölək h nədir? 4-də 5-dir. 4-də 5-dir. Bu da 1,25-dir. Bunu yazandan sonra yaza bilərik ki, müəllim müstəvi qüvvədə 1,25 dəfə qazanc verdiyi üçün dinometrin göstərişi də yükün çəkisindən 1,25 dəfə az olmalıdır. Növbəti sualımız 60-cı sualdır. Deməli, nə deyir bizə? 30 metr hündürlükdən, baxın, 30 metr hündürlükdən sərbəst düşən dəmir kürəcik yerə dəyərək mexaniki enerjisinin 69%-i onun daxili enerjisinə çevrilir. Kürənin xüsusi istilik tutumu veriblər və onun temperatur dəyişməsini hesablayır. Deməli, nə etməliyik biz burada? Bax, burada bizim bir dənə dəmir kürəciyimiz var. Başlanğıc sürət 0-dır və bu 30 metrdən düşür yerə. Yerə dəyəndə onun 30 metr hündürlükdən 69%-i mexaniki enerjisinin 69%-i daxil enerjiyə çevrilir. Yəni cismin qızmasına çevrilir. Və temperatur dəyişməsini soruşur. İlk öncə nəyi bilməliyik biz burada? Baxın, delta U bərabər olacaq burada. Onun mexaniki enerjisinə qədərdir. MGH deyil burada. Baxın, potensial enerji MGH-dir. Yalnız MGH-a bərabər. Səbəb nədir? Çünki sürət yoxdur, kinetik enerji yoxdur burada. Daxil enerji, potensial enerji, buradakı bu mexaniki enerji 69%-də bərabər. Potensial vurulsun 69 bölünsün 100. Bax, bu qədər. Digər tərəfdən, daxili enerji delta U bərabərdir Q-yə. Buradan delta U yerinə yazacağım onda. Y potensial vurulsun 69 bölünsün 100. Bərabərdir Q yerinə Sm, delta T yazım. Bizə delta T lazımdır. Delta T'yi tapsaq buradan, delta T bərabərdir. Potensial enerji yerinə yazıram MGH. Bura 69. 100 yerində S'ni düşürürük məxrəcə. S. Buradan bu M-ləri ixtisar eləsək, bu M-lər gedər. Onda nə qalır burada? Delta T bərabər olar. J'miz 10, H'ımız 30'dur. Vurulsun 30. MG olsun. Vurulsun 69. Bölünsün 100 vurulsun. S'miz neçədir? Vermişlər bizə 460. S'də 460. Burada yazıram 460. Gəl buranı sadələşdirəyim. Belə eləyəndə. Bax, bu sıfırla buradan buna ataq, bu sıfırla da bu geçsin. Qaldı nə onda? 3 vuraq 69. Bölünsün 460. İxtisarımıza baxaq 460, 69. Bu ixtisar getmir. Onda belə bir cavab alınır. 69-u 3-ə vuranda 73-ə vuranda 210, o da deyək 207. 207. Burada da 460. Qeyri-ayrı bir cavab oldu, amma bu da cavab. Bu qədər uşaqlar. Belə videoların davamlı gəlməyini istəyirsə, kanalıma abunə olub, paylaşaraq mənə dəstək ola bilərsiniz. Sağ olun.